بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین والعاقبة للمتقین والصلاة والسلام على سيدنا وسيد المرسلين أبي القاسم محمد وعلى آله الطاهرين سيما بقية الله في الأراضين واللعن الدائم على أعدائهم أجمعين إلى قيام يوم الدين. Bugünkü məclisimiz bayram axşamı olduğuna görə ki, inşallah sabahları mübarək Şaban ayının 15-ci günüdür və o gün İslam dünyasında çox müqəddəs və bərəkətli bir gün sayılır. 12-ci imamımız dünyaya gəlir. O mübarək münasibət ilə doğrudur ki, inşallah gecə mərasim olacaq. Lakin istədim, siz də inşallah icazə verərsiniz ki, öz bəhsimizi davam etdirməyin saxlayarıq gələn həftələrə. Bugünkü məclisimizdə İmam-ı Zaman ağanın barəsində bir neçə kəlmə də olsa bu məclisdə və məhfildə istifadə edək. Üç dənə böyük şəxsiyyətin dünyaya gəlməsi gizli surətdə olub. Onların ikisin Quranda oxuyuruq və üçüncüsü də 12-ci imamımızdır ki, mən qısaca da olsa onun tarixin siz üçün bugünkü məclisdə ərz eləyərəm. Birinci böyük, dahi, görkəmli, istisnai bir insan Həzrəti İbrahimdir. O ikinci ülül əzm peyğəmbərdir. Özünün özü üçün şəriəti var idi, Allah ona nazil etmişdi. Və onun risaləti, nübüvvəti bütün dünyanın hamısı üçün təyin olmuşdu. Həzrəti Nuhdan 1000 il sonra İbrahim peyğəmbər dünyaya gəlib və Həzrəti İbrahim bizim peyğəmbərimizin 30-cu babasıdır. 30-cu babasıdır. İbrahim peyğəmbərin 30-cu nəvəsi bizim peyğəmbərimiz müqəddəs İslam peyğəmbəridir.
Həzrəti İbrahimin adı 69 dəfə Quranda təkrar olub. Quran oxuyanlar bilirlər, inşallah oruçluqda da Quran oxuyacaqsınız. Kağız qələm olsun yanınızda, İbrahim adına çatan kimi əlamət vurun, axırda sayacaqsınız, görəcəksiniz 69 dənə İbrahim Quranda deyilib, zikr olub. Və Həzrəti İbrahimin barəsində Quranda 25 surədə söz açılıb. 25 surə Quranda Həzrəti İbrahimin barəsində Allah söhbət edir. Onun nağıllarından, onun peyğəmbərliyindən, ondan aldığı imtihanlar, onun verdiyi imtihanlar, onun birinci tutduğu yerlərdən necə imtihan olub, onların hamısı 25 surədə Quranda zikr olub. O necə dünyaya gəldi? Beynən Nəhreyn, yəni 2 dənə böyük çay. Onun biri Declədir, biri də Fərat. İndi İraqda yerləşir. Orada bir gözəl şəhərdir Babil adında. O şəhərdə bir insan hakimdir, Nəmrud tanınıb. Siz də bilirsiniz, eşidibsiz. O zaman o hakim idi, səltənət eləyirdi. Nəmrud deyilən bir şah o tarixdə orada səltənət eləyirdi. Cəmaət azğın vəziyyətdə yaşayırdılar, pozğun vəziyyətdə yaşayırdılar. Cəmaətin əxlaqi cəhətdən, mənəvi cəhətdən çox ağır bir vəziyyətləri, pozğun bir vəziyyətləri var idi. Belə bir halda Həzrəti İbrahimin əmisi Azər adında bir insandır, şəxsidir. Amma o ulduz və nücum elmindən başı çıxan bir adam idi. Nücum elmi çox böyük bir elmidir, dərin bir elmidir ki, ayı, ulduzları, göyün vəziyyəti orada hamısı deyilib. Azər bir gün Nəmruda yaxınlaşdı, özü də ustad idi o elmidə. O elmidən istifadə edərək Nəmruda dedi ki, mən ulduzlara baxıram, bu elmidən başa düşürəm ki, bir uşaq bu il dünyaya gələcək və nihayət o uşaq sənin səltənəti pozacaq. Dəliyə yer ver, əlinə bel ver. Gör Nəmrud nə olar? İttifaqən günlərin birində də Nəmrud özü bir yuxu gördü. Yuxuda gördü ki, bir parlaq ulduz süzür, gəlir və bu ulduz həm aya, həm günəşə qələbə çalır. Yuxudan durdu, çox pəkər, nigaran. Bu nə idi mən gördüm? Çağırdı yuxu yozanları. Gəldilər, hərə bir şey dedi, amma axırda bir nəfər çağırdılar, o başa saldı. Dedi, yaxın gələcəkdə bir uşaq dünyaya gələcək, o uşaq sənin səltənəti, hakimiyyəti pozacaq. Daybının canına ot düşdü ki, indi neynim? 2 dənə böyük əmir verdi, 2 dənə. Biri buyurdu ki, dedi, arvadları kişilərdən ayrın. Ta bu uşaq dünyaya gəlməsin. Qadınlar qaldı evlərdə, kişiləri apardı çöldə saxlatdırdı.
qudrət əlində var, ağıl başında yox. Nə istəyir eləyir. Qudrət əlində var, ağıl başında yox. Bu biri, indi kişilər çöldə yaşayır, qadınlar evdə yaşayır. Günlərin birində Tarəx İbrahimin atasıdır. İbrahimin anası ilə görüşdülər və o işi ki, Nəmrud ondan qorxurdu, o iş oldu. Nütfən, rəhimdə bağlandı. Amma hələ o bilmir. Kişilər bayırda yaşayır, qadınlar evdə yaşayır. İkinci əmir buyurdu ki, dedi həkimlərə, mamalara, deyin, hər bir qadın ehyanən uşaq dünyaya gətirdi, uşaqdan azad oldu, oğlan olsa mənə xəbər versinlər. Qız olsa işim yoxdur. Və oğlan olsa orada əmir verdi ki, öldürsünlər. Ta böyüməsin ki, sonra bunun üçün iş düzələ. Ta günlərin birində 9 ay başa çatdı. Buna xanım, Həzrəti İbrahimin anası, getdi çöldə bir mağaranın içinə girdi. Allahın əmri ilə o mağaranın içində Həzrəti İbrahim dünyaya gəldi. İbrahim yavaş-yavaş orada böyüyür. Bu xanım gündə gedir ona süt verir. Ta 13 yaşına kimin İbrahim o mağarada qaldı. 13 yaşından sonra yavaş-yavaş maşallah böyük oğlan olub gəldi şəhərə. Allahın əmri ilə yavaş-yavaş işin başladı və o işi ki, Nəmrud ondan qorxurdu, o işi yerinə yetirdi və Nəmrud hara gedəcəkdi, getdi. İbrahim də peyğəmbərliyin elədi. Bu bir uşaq ki, mən qısaca deyirəm ki, əsas sözümüzə gəlib çata bilər. Yoxsa bu bir aylıq söhbət var orada. İkincisi kimdir? Kim? Hazreti Musa. Musa peyğəmbərdir. İkincisi. Musa peyğəmbərdə üçüncü ülül əzmi peyğəmbərdir. Üçüncüsüdür. Özünün kitabı var, Tevrat adında və bütün dünya insanlarının hamısına Allah onu peyğəmbər təyin eləyib. 500 ildə İbrahimdən sonra Musa dünyaya gəlib, 240 ildə yaşayıb Həzrəti Musa əleyhissalam və Həzrəti İbrahim Musanın 5-ci babasıdır. Həzrəti İbrahim Musanın 5-ci babasıdır. Bu Həzrəti Musanın 143 dəfə adı Quranda zikr olub. Qurana inşallah bu il oxusuz, əlamət bilin, 143 dəfə Musanın adı Quranda zikr olub. 34 surədə də Quranda Musa barəsində Allah söhbət eləyir. Musanın nağıllarının barəsində. Bu da belə oldu ki, Firon yuxuda görmüşdü. Fironun vəzifəsidi, cəmaatı iki iddiyə bölmüşdü. Bir iddə Qibtilər idilər, bir iddə Sibtilər idilər. Bunları bu eləmişdi. Musa hələ dünyaya gəlməyib, amma Firon özü onu yuxuda gördü. Gördü ki, Şamın tərəfindən bir od gəldi, Misrə tərəf və Qibtilərin evinə düşdü. Qibtilər həmin Fironlar idilər. Onların evinə düşdü və evi yandırdı. Yuxudan ayılandan sonra yuxu yozanları gətirdilər,
Onlar da belə yozdular ki, bir uşaq dünyaya gələcək, sənin səltənəti pozacaq. O da bildi, o da 2 dənə əmir verdi. O da elə necə Firon demişdi, ona oxşar söhbətləri dedi, qadınları kişilərdən ayırdı. Amma onun xeyri olmadı. Və dedi də nə qədər oğlan uşağı dünyaya gəlsə hamısını öldürün. Tarixdə yazırlar ki, Fironun əmri ilə 70.000 dənə təzə dünyaya gələn körpəni öldürdülər. Ta Musa tapılmasın. Amma Allah istəyib o ola. Allah istədiyi heç kim də onu poza bilməz. Əgər Allah istədi, Allah istədi birini yıxa, heç kim onu qaldıra bilməz. Allah istədi birini qaldıra, heç kim onu yıxa bilməz. Musa dünyaya gəldi. Onun da uzun nağılı var ki, bilirsiniz. Musa dünyaya gələndən sonra onu anası qorxdu. Qorxandan sonra Quran buyurur ki, və oheyna ilə ummi Musa. Biz Musa'nın anasına başa saldıq, vəhy vasitəsilə ən ərzi'ihi fəizə xifti aleyh qorxsun fəəlqihi fil yəm. Bir dənə qutu qayıtdır, qoy ona at suyun içinə, sənin işin olmasın. Və la təxafi, və la təhzəni, heç nigaran olma, qorxma. İnna radduhu ileyk. Biz onu sənə çatdıracağıq. O uşağı mən necə dünyaya gətirmişəm, sən onu qoy qutunun içinə, at suya. Mən suyun içində onu fırladıb, axırda sənə qaytarıb gətirəcəyəm. Və cailuhu minəl mursalin. Axırda onu mən peyğəmbər eləyəcəyəm. Sən nigaran olma. Anası 3 ay ona süt verdi. 3 ayda Həzrəti Musa ağlamadı. Səsi çıxmadı. Heç kim onun səsini eşitməmişdi. Ta yavaş-yavaş Musa'nın anası o qutunu qayıtdırdı, uşağı qoydu qutuya, atdı suyun içinə. Günlərin birində Fironun yoldaşı oturublar, baxırlar böyük çaya, gördülər bir dənə qutu suyun üzündə oynaya-oynaya gəlir. Fironun da bir dənə qızı var, Ənisa adında, xəstədir. Ona da aparıblar, həkimlər əlac eləyə bilməyib. Amma həkimlər ona deyiblər ki, bir yolu var bunun. Yolu da budur ki, belə bir insan olacaq və onun vasitəsilə bu uşaq şəfa tapacaq. Bu da onların beynində var. Gətirdilər. Getdilər, qutunu tapdılar, gətirdilər. Açdılar, gördülər bir uşaq. Firon istədi onu öldürə. Asiyə yoldaşı dedi ki, yox, bu 1 ilin uşağı deyil. Bu ilin uşağı deyil bu. Uşaq böyükdür. Bunu Allah bizə yetirir. Qoy biz bunu saxlayaq. Saxladılar. Saxlayandan sonra da yavaş-yavaş böyüdü. Fironun öz evində Allah Musanı böyüdür ki, Fironu yıxsın. Və axırda da o cür oldu. Axırda Firon yıxıldı Musa'nın əlinə. Musa oldu peyğəmbər. O iş ki qorxurdu, 70.000 uşağı öldürdü ki, o iş olmasın, amma Allah istəmişdi və oldu. Bu 2. Bunları biz Quranda oxuyuruq. Quranda bu məsələləri, bu nağılları biz görürük. 3-cüsü İmam Zaman Ağanın dünyaya gəlməsidir. İmam Zaman Ağanın dünyaya gəlməsi də onların oxşarı idi. Həkimə xatun kimdir? İmam Əskəri əleyhissalamın bibisi. Deyir, mən axşam onlardaydım. İstirdim ki, evdən çıxım. İmam Əskəri əleyhissalam mənə buyurdu ki, bibi getmə. Bu gecəni qal bizdə. Məsləhətdir. Səhərə yaxın
bizdə bir uşaq dünyaya gələcək. Deyir, mən qadın, Nərgiz xanımı da görürəm, o da qadın, amma mən onda hamiləlik əsəri görmürəm. Deyir, dedim ki, axı mən belə bir şey görmürəm. Dedi ki, darıxma, tələsmə. Gecəni qaldım. Ta səhərə yaxın. Deyir, səhərə yaxın mən fikirləşdim ki, bu olmadı. Yavaş-yavaş məndə şübhə yaranırdı. Ki, bəs hani? Olmadı bu. Onda deyir, gördüm İmam Əskəri əleyhissalam çıxdı, gəldi mənim yanıma, dedi ki, bibi, şübhə eləmə. Bildi mənim ürəyimdən şübhə keçir. Dedi, şübhə eləmə. Yapışdı əlimdən, keçdim otağa, Nərgiz xanımı gördüm, görəndə gördüm, o haldadır ki, xanımlar istər uşaqdan azad ola, nə halda olarlar? O halda mən onu gördüm. Ondan deyir, mən onu bastım bağrıma, Allahın adın ona yavaş-yavaş dedim ki, narahat olmasın. Ki, ürək-dirək verirəm, deyir, Həzrət mənə buyurdu ki, İnna ənzəlna surəsini oxuyub. Mən oxuyuram, Nərgiz xanım da eşidir, tain ki, daxil oldu bir otağa. Otağa daxil olandan sonra mən ondan ayrıldım, sonra ağa buyurdu ki, gir içəri. Girdim içəri, gördüm bir uşaq səcdə halındadır. O ki, gözləyirdi, səhərə yoxun dünyaya gələ, o uşaq dünyaya gəlib. O gözlərin açıb, o səcdə eləyir. Amma qulaq asıram. Əşhədü ən la ilahə illəllah. Bu uşaq deyir, mən də qulaq asıram. Vəhdəhu la şərikəlləh. Səcdədə deyir bunları. Və ənə cəddi Rəsulullah. Mənim cəddim Peyğəmbərdir, Allahın Rəsuludur. Və ənə əbi əmirul müminin vəsiyyü Rəsulillah. Mənim atam əmirəl-müminindir və cəddim Peyğəmbərin vəsisidir. Ondan sonra deyir, bir imamların adını dedi, özünə çatanda dedi, Allahümmə əncizli vədi, ilahi, o vədə ki, sən mənə veribsən, o sözü ki, sən mənə veribsən, mənim barəmdə də o sözə əməl elə. Və ətmim li əmri, mənim əmrim, mənim işim sənin əlindədir, onu sən başa çatdır, necə istəyirsən. Vəmlə ilə ərdə bi ədlən və qista, ilahi, mənim vasitəmlə sən yeryüzün ədalətlə dolduracaqsan və ədaləti mənim vasitəmlə sən icra eləyəcəksən. Deyir, mən bunların hamısını eşitdim. Həzrət məni çağırdı. İmam Həsən Əskəri əleyhissalam məni çağırdı. Dedi ki, bibi, gördüyün uşağı. Deyir, gördüm. Həm Nərgiz xanımın bətnində idi gördüm, hələ dünyaya gəlməmişdi. Və həm də dünyaya gələndən sonra gördüm. Deyir, buyurdu ki, yaxşı, indi uşağı gətir ver mənə. Apardım, deyir, uşağı götürdüm, verdim İmam Əskəri əleyhissalamın mübarək əllərinə, aldı, uşağın qolunda gördüm, Quranın bu ayəsi yazılıb ki, Ca'əl həqqu zəhəqəl batil. Bu Quran ayəsidir. Həq ki, gəldi, batil aradan getməlidir. İnnəl batilə kanə zəhuqa. Batil yox olmalıdır. Deyir, gördüm, uşağın qolunda belə bir şey yazılır. Ondan sonra verdim, Həzrətə salam verdi, Həzrət aldı qucağına, çəhdi, bastı bağrına. Ondan sonra deyir ki, gördüm, Həzrətin qucağında bu uşaq başladı Quranın bu ayəsini oxudu ki,
Qisəs surəsinin 5-ci ayəsi ki, İmam Zaman ağanın barəsindədir, o ayəni oxudu. Və nuridu ennəmunnə aləl-ləzīnə stuz'ifu fil-ərd və nec'aləhum əimmə və nec'aləhumul varisin deyir, bu ayəni oxudu. Həkimə xatun deyir, mən gedirəm, baxıram, 7-ci gündə hətta deyir, getdim, gördüm beşikdə bu uşaq istirahət eləyir. Ta 5 yaşına qədər. 5 yaşında İmam Əskəri əleyhissalam dünyadan getdi. Çox adam istəyirdi İmam Əskəri əleyhissalama namaz qılsın, meyit namazı. Amma İmam dünyadan getsə, imamdan başqa heç kimin ixtiyarı yoxdur ona namaz qıla. Hamid dayanmışdı, gördülər, qapı açıldı. 5 yaşında uşaq daxil oldu, dayandı meydin başının üstündə, ağasına namaz qıldı. Bu illəri Həzrətin 1172 yaşı var. Bu illəri Həzrətin 1172 yaşı var. Çünki o qəməri ilinən 255-ci ildə dünyaya gəlib, 260-cı ildə də qayib olub, 70 il onun kiçik qeybəti olub, 70 ildə 4 nəfər təyin eləyib, özünə mavin, naib təyin eləyib. O 4 nəfər birincisi Osman ibn Səid idi, rəhmətullah aleyh. O gedəndən sonra Muhammed ibn Osman idi, Allah rəhmət eləsin. O gedəndən sonra Hüseyin ibn Ruh idi, 3-cü naibidi Həzrətin. O da gedəndən sonra Ali ibn Muhammed Seymuri Rizvanullah Teala aleyh, o 4-cüsü idi ki, o 4-cüsündən sonra Həzrət özü kiçik qeybətdən gəldi, görsəndi və görsənəndən sonra böyük qeybətin başladı və o başlamaqdır ki, 1102 ildir, indi Həzrət qayibdir və gözləyir Allahın əmri. Hər vaxt Allah buyursa, o dünyaya gələcək. İshaq ibn Yaqubun vasitəsilə bütün müsəlmanlara çatdırdı. Buyurdu, mən gedirəm, qayib oluram. Allahın əmri bu işdə var. Amma əgər suallarda yazıbsınız, Himyəri, başqası bu sualları eləyir ki, ağa səndən sonra bəs biz kimə müraciət edək? Həzrət sualların cavabın bir-bir yazdı, ta gəldi çatdı bura. Buyurdu, və əmməl həvadisul vaqi'ə فارجعوا فيها إلى رواة أحاديثنا فإنهم حجتي عليكم وأنا حجة الله. Amma məndən sonra hadisələr, dini məsələlər, şəriət məsələləri, lazım olan məsələlər qabağa çıxacaq. Onda siz fərci'u fiha ila ruvat ahadisina, o insanlar ki İslamşünasdılar və dində mütəxəssisdilər, din məsələlərində, İslamşünaslıqda onlar mütəxəssisdilər, yəni müştehiddirlər, siz onlara müraciət eləyəcəksiniz. Çünki onlar sizə hüccətdir, mən də Allahın hüccətiyəm onlara, mənlə sizin aramızda onlar vasitədirlər. Siz məsələlərinizdə onlara müraciət eləyin. Onlar fəqihdirlər, onlar İslamşünasdılar, onlar müştehiddirlər. Əgər birdən bir zaman 100 dənə, 200 dənə, 30 dənə, 50 dənə müştehid oldu, onların içində də baxın. Görün hansı mən kanə minəl fuqəhai sainən li nəfsi, hafizən li dinə, muhafizən li həva, mutiən li əmri mevla. Əgər bu şərtlər olsa, hər birisində gördünüz ki, özünün həvai nəfsi ilə mübarizə aparır və qələbə çalır. Hər birisi gördünüz ki, dünyadan çox uzaqdır. Hər birisi gördünüz ki, İslamı saxlamağa hamıdan çox çalışır.
Hansı gördünüz Allahın əmrin hamıdan dəqiqdər çox itaət eləyir və icra eləyir, yerinə yetirir, ondadır ki, fəlil əvami ən yuqəlliduhu, cəmaatan borcudur ki, elə bir fəqihdən təqlid eləyər. Bunu Allahın hüccəti təyin eləyib bizə. Mən gələnə qədər helənçi bir müştehiddən təqlid eləyin, ta inki mən gələnə qədər nə vaxt gələcək özü də bilmir. Hər vaxt Allah əmr eləsə o vaxt gələcək. Hər vaxt Allah buyursa o vaxt gələcək. Hansı zamanda Allahın iradəsi oldu, onda gələcək ki, yəmləul ərzə ədlən və qista. Gəlir ki, zülmləri, zalimləri, onların hamısın o zibilləri yağış yuvar aparar ha. Zibil olar görərsən. Hər yerə baxarsan görərsən zibildir. Ondan bir dənə gür yağış tökülər, onların hamısını yuvar aparar. Həzrət gələndən sonra o cür olacaq. Ənbiya surəsinin 105-ci ayəsində buyurur: "Və ləqəd kətəbna fiz-zəbur." Zəbur kitabında da biz bunu yazmışıq. Zəbur Davud peyğəmbərin kitabıdır. Bə'də zikr. O birisi kitablarda da biz yazmışıq bunları. Ennel ərzə yərisuha ibadiyəs salihu. Yeryüzü axırda salih insanların əlinə düşəcək. Salih insanlar onlarda hakimiyyət tapacaqlar. Və müsəlmanlar hamısı belə bir günün ümidinə yaşayırlar. O həzrətin zuhurin gözləyirlər ki, yeryüzündə salih insanlar hakimiyyət eləyələr, ədaləti icra eləyələr. Səhih-i Müslim, Səhih-i Buxari, Müsnəd-i Əbi Davud, Şiə kitabları, Sünni kitabları, onlar hamısı nəql eləyirlər, deyirlər, Həzrət buyurdu, İslam Peyğəmbəri buyurdu, elə ki İmam Zaman zuhur eləyəcək, 12-ci imamımız Həzrəti İsa göydən nazil olacaq yerə. Dayanacaq İmam Zaman ağanın arxasında cəmaat namazı qılacaq, iqtida eləyəcək ona. Hədisdə var ki, Həzrəti İsa gələndən sonra beyət eləyəcək, əl verəcək İmam Zaman ağanın əlinə, beyət eləyəcək ona. Namaz vaxtı olanda İmam Zaman ağa duracaq ayağa, İsa Peyğəmbərə deyəcək ki, keç qabağa, iqtida eləyək sənə namaz qılaq. Ondan deyir, İsa çəkiləcək dala, deyəcək ki, Allah imamətə səni layiq görüb. Allah səni layiq görüb bu imamətə. Səndən qabağa keçmək olmaz da. Ondan sonra iqtida eləyəcək, mavin olacaq ona. Hədislərdə var, Həzrəti İsa İmam Zaman ağanın mavini olacaq. Və Məsihiyyətin barəsində İsa'nın vasitəsi ilə onları dəvət eləyəcək İslam'a. İslam Peyğəmbəri buyurur, فَلَا يَبْقَى عَلَى وَجْهِ الْأَرْضِ أَحَدًا إِلَّا قَالَ لَا إِلَٰهَ إِلَّا اللّٰهِ. Yeryüzündə hətta bir insan qalmayacaq ki, hətta onların hamısı deyəcəklər la ilahe illallah. Hamısı müsəlman olacaqlar. Və nuridu ən nəmunnə aləl-ləzīnə stuz'afu fil-ərz. Onlar ki, onların həqqini almışdılar, onlar qayıdıb hakim olacaqlar yeryüzündə. Əli əleyhissalam deyir, bilirsiniz o kimdir? Buyurur, o Peyğəmbərin əhl-i beytidir. Hədisdir. Əli əleyhissalam buyurur ki, o Peyğəmbərin əhl-i beytidir ki, Həzrəti Məhdi zuhur eləyəndən Allah onlara daha izzət verəcək çox və onlar necə lazımdır Allahın əmrin, ədalətin icra eləyəcəklər. Nəhcül Bəlağədə bir cümlə var, bununla qutarıram sözümü. Çox gözəl bir cümlədir. Mən yazmışam burada Nəhcül Bəlağədə,
o axırdakı hədislər var. Həzrətin hikmətli sözləri 200-ci hədisdir Feyzülislam Nəhcül Bəlağəsində. İnşallah ona baxarsınız. Əli əleyhissalam buyurur: "Lətə'tifənnəd-dunya aleyna ba'də şimasiha." Bir zaman dünya bizə arxasını göndərdi. Bir zaman dünya bizdən üz döndərdi. Bir zaman dünya nə qədər əlindən gəldi, cəfa elədi bizə. Amma lətə'tifənnəd-dunya aleyna. Bir zamanda olacaq ki, Məhdi zuhur eləyəndən sonra o bizə mehriban olacaq. Da onu Allah istəyib. 12-ci imam ondadır ki, İmam Hüseyin əleyhissalamın Kərbəladan intiqamını alacaq. Ondadır ki, Əhl-i Beyt onda hakim olacaq. Həzrət bunları deyəndən sonra bu ayəni oxudu və nuridu ənəmunnə aləl-ləzinə istəzəfu. Biz Həzrəti gözləyirik. Biz Həzrəti sevənlərdənik. Biz Həzrətin Allahdan istəyirik, yalvarırıq onun əskərlərindən olaq. Biz gündə namazlarımızda, ibadətlərimizdə, dualarımızda Həzrətin adını çəkirik, Həzrətin dualarını oxuyuruq, fərəc duası oxuyuruq və ümid edirik o gün ki, inşallah İmam Zaman ağa zuhur eləsin və onun zuhurində biz onun yardımçılarından olaq. Və əgər dünyadan geçsək, bizdən sonra Həzrət zuhur eləsə, biz həmişə dualarımızda oxumuşuq, fərəc dualarında, səhərlər oxuduğumuz əhd dualarında oxumuşuq, İlahi bizi qaytar və biz Həzrətin silahlı qüvvələrindən olaq və Həzrətin əskərlərindən olaq. Ya Hüccətəllah, ya İmam-ı Zaman, səndən də biz istirik, sən özün də dua elə və bizim də vəzifəmiz, borcumuz budur ki, inşallah dua eləyək və inşallah Həzrətin zuhuri yaxınlaşsın və biz o gözəl hadisənin şahidi olaq inşallah. Allahümmə inna nəs'əlükə və nəd'uk bismikəl azimil ə'zəm الأعز الأجل الأكرم وبالحسين يا الله 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 İlahi əllərimizi naumid qaytarma. Amin. İlahi dualarımızı müstəcab elə. Amin. İlahi hacətlərimizi rəva elə. Amin. İlahi aqibətimizi xeyr elə. Amin. İlahi bizi bağışlamamış qəbrə aparma. Amin. Allah Kərbəlayı eləməmiş bizi öldürmə. Amin. Pərverdigara dünya və axirət bizi Qur'andan, Əhl-i Beytidən ayrı salma. Amin. Pərverdigara bizi namaz qılmayanlardan eləmə. Amin. Pərverdigara bizi Həzrətin xalis, gözəl əskərlərindən qərar ver. Amin. Pərverdigara işgal olunmuş torpaqları tezlicən azad elə. Amin. Pərverdigara Qarabağ torpağın, Nəcəf torpağın, Kərbəla torpağın işgalçıların əlindən azad elə. Amin. Müsəlmanlara zülm eləyənləri zəlil elə. Amin. Müsəlmanlara xidmət eləyənləri mənsur elə. Amin. Pərverdigara izzətin xatirinə izzətimizi əlimizdən alma. Amin. Pərverdigara Peyğəmbər xatirinə ölən günə kimin ruzi halal bi minnət mərhəmət elə. Amin. Pərverdigara hər kəsin hər hacəti var,
İmam zaman ağanın əli ilə mübarək elə. Pərverdigara xəstələrimizə şəfa inayət elə. Xüsusən nəzərdə olan xəstələr, xüsusən o xəstəyi ki bugün dedilər neçə gündür möhkəm ağır xəstədir, avariya düşüb möminlərdən, namaz qılanlardan Allahlığın xatirinə tezlicən şəfa inayət elə. Pərverdigara xalis olan salamlarımızı imam zamanımıza çatdır cinan. Qəbrimizin əvvəl gecəsi nur-i vilayət əmirul müminindən ayrı salma. Pərverdigara Həzrətin mübarək olan qəlbin bizdən razı elə. Pərverdigara Həzrətin zuhurində təcil elə. بحق محمد وآله وبحق سورة المباركة الفاتحة مع الصلوات اللهم صل على محمد وآل محمد بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم